Zəngilan rayonundan olan Fərid adında bir oğlan, bir şəhiddir. O şəhid olur. Anası danışır ki, Fəridim şəhid olanmamışdan öncə o ki müharibəyə getdi. Müharibəyə gedəndə mən əllərimi qaldırdım, dedim ilahi namaz qılanam. Mən də bir anayam ilahi. Mənim övladım gedib müharibəyə. Əgər mənim övladımın anadıra, övladımın qisməti şəhadətdirsə, ilahi, əsl şəhadət nədirsə, şəhid olmaq əsl nədirsə, sən onu bəyənirsənsə, mənim o övladıma indiki cəbhədədir, vuruşur düşmənlə üzbəyüz, o əsl şəhadəti ona qismət qərar verginə. Anadır ha. Əsl şəhadət deyil nədirsə, onu mənim Fəridimə qismət qərar verginə. Bir xəbər gəlir ki, bəs sənin övladın, oğlun şəhid oldu. Deyir, o vaxt özümüzdə deyildik. Onu elə bir yerdə dəfn etdilər ki, mən ona razı olmadım. Mən yaşayırdım Bakıda, amma onu digər bir rayonda dəfn etdilər. Bir ana kimi hər zaman vaxtım olmurdu gedib ona baş çəkim. Həm də yaşım yavaş-yavaş daha çox çoxalmağa başlayanda Fəridimdən ayrı düşdüyüm üçün çox pis olurdum. Hətta ölkə rəhbərinə, onun xanımına, digər hər bir yerə yazandan sonra mənim sözümə qəbullandılar, yəni yerə salmadılar. Mənim övladımı 11 aydan sonra digər bir yerə, Bakıya köçürmək üçün qərar verdilər. Amma qərar çox çətin oldu. Bunlardan işim yoxdur. Əsas məqsədə gəlirəm. Məqsəd ondan ibarətdir ki, deyir, məndən xahiş etdilər ki, bir ana kimi və mənim həyat yoldaşımdan xahiş etdilər ki, siz gəlməyin. Çünki biz şəhiddir, qəlpə ilə yaralanıb, bədəni dağım olacaq. İndi 11 ayda üstündən keçib. Sizin ora gəlməyiniz, o halı görməyiniz çox pis olacaq. Gəlməyin. Bir ana kimidir, dedim, yox. Mən olmaz ki, balamı görməyəm. Allah Taala onu mənim balama nəsib edibsə, indiyə kimi mənim nəfəsim gedib və gəlirsə, Allah Taala mənim ömrümü mənim əlimdən almayıbsa, mən yaşayıramsa, balamın köçürülməsinə mən necə olar ki, görməyəm, olmaz. Dözə bilmərəm buna. Amma deyir, buna danışır, deyir, bir şey də vardı. Bu 11 ay ərzində hər zaman mən gecə namazlarını qılandan sonra ağlayarak Allahımdan belə bir dua ededim ki, ilahi, haçansa bu imkan olacaq, indiki icazə verirlər, balamı köçürdəndə məni xəcalətli eləmə insanların arasında. Balamın qəbri açılanda mən xəcalətli olmayayım ha, Allahım. Deyir, bu qədər dua eləyə-elə ardıcıl bu namazları qılanda günlərin bir gün bir yuxu gördüm. Gördüm ki, mənim Fəridimdir. Amma onu uzadıblar, deyir. Elə bil ki, həmən Fəridimdir ki, ona heç bir şey olmayıb. Fəridimi tabutda deyir, qıraqları bağlı olur. Amma mənim balamı qoyublar şüşəli, açıq, aydın bir tabutda. Mən yaxınlaşdım yavaş-yavaş övladıma və onun hər bir tərəfinə baxandan sonra çox şad oldum. Dedim, ilahi, sənə çox şükür. Bunu mən yuxuda görürəm, deyir. Deyir, elə ki, başladılar şəhid balamın qəbrini qazmağa, yavaş-yavaş çıxartmağa, üstünü, o işi icra edənlər üstündən çoxlu bir şeylər giyindilər. Əlcəklər axtarıb onu taxdılar. Hətta üzüm belə bağladılar. Sonra da dedilər ki, bəs ağ bir şey də mənə verin, üstündən bağlayın. Deyir, mən bir ana kimi bilirdim ki, nə üçün bunlar, bu işlər nə üçün gedir? Bilirdim ki, yəni, hətta deyirlər ki, külək əsirdi o gün. Külək əsdiyi üçün deyirlər, küləyin əsən tərəfinə tərəf, deyir, qoymayın orada adam yansın. Yəni, iyi gedəcək, qoxu gedəcək, o tərəfə qoymayın, o tərəfə getsin. Orada adam əyləşməsin, o tərəflərə gedin. Amma mən deyir, bir ana kimi də qalmışdım. Deyir, elə ki, həmən işi icra eləyən o birinci daşı üstündən götürdü qəbirdə, ondan asılı olmayaraq o titrədi, deyir. Baxdı, deyir, bütün ikinci daşı götürdü. Deyir, elə ki, o daşı götürəndən sonra, deyir, çox insanlar bilərlər. Deyir, yaz ayında, yağış yağanda meşədən bir nəsim, gözəl qoxu iyi gəlir, deyir. O qəbri açandan sonra o iyi gəldi. O özünü
bütün bədənini hazırlamış və təkcə gözləri görünən insan o işi icra edən əllərindən o qat-qat əlcəkləri çıxartdı. Aleykümselam. Üzündəki o şeylərin hamısını çıxartdı. Və paltarın tamamını çıxartdı. Baxdı mənə tərəf. Özdə bu işi icra edən 2 metrə boyunda bir oğlandır, kişidir, deyir. Dedi, ana, dedim, bəli. Dedi, sən ki istəyirdin ki balavı görəsən, görə bilərsən, gəl. Deyir, gəlib yaxınlaşdım balamın qəbrinə. Birinci dəfə deyir, övladımı ora qoyanda, təzə qəbir olanda yaş olar, sulu olurdu, deyir. O cür qoymuşdular. Deyir, amma inanın Allaha, övladımın qəbrinə baxmayaraq 11 ay üstündən keçib, elə bil ki günəş düşmüşdü içinə, qupquru idi. 11 ay bundan öncə qoyulan Fəridim, övladım o cürdə qalmışdı. Heç bir şey yox idi. Hamı gəldi. Hətta deyir, o insanlar ki 20 metrə, 30 metrə uzaqlıqda olanlar, onlarla bunu eşidib tamam gəldilər. Bu möcüzənin şahidi oldular ki, Pərverdigar aləm necə olan bir şeydir. Necə qoyulubsa 11 ay bundan qabaq heç bir şey tərpənməyib. Hər şey yerindədir. O formada deyir, qoyduq tabuta. Gətirdi onu Bakıya, mənə yaxın olan bir yerdə, orada dəfn etmək üçün. Amma bir şey gördüm ki, onu heç kim deyir, etmədi. Anas deyir, deyir, ağlamıram ona görə ki, bildim ki, Allah Taala mənim övladıma və mənim övladımla bərabər bu haqq yolda vuruşan vətən üçün, torpaq üçün, Azərbaycan üçün, onun istiqlaliyyəti üçün vuruşan, qan töküblər, şəhid olublar. O insanlar haqq üçündür vuruşublar və onlar həqiqi şəhiddirlər. Onun deyir, övladımın deyir, onu açanda övladımın üst tərəfi, həm gözləri, heç kim də onu istəməmişdir, o halı. Allah deyir, onu da mənə göstərdi. Elə bir ki, üstündən o 3 dənə örtülü şey var. Onlardan biri açılandan sonra mən övladımın gözlərin, ağzın, burnun, saçına kimi, alnına kimi gördüm. Və Pərverdigarıma şükür etdim, ilahim. Sən mənim arzumu ürəyimdə saxlamadın. Sən məni digərlərin yanında xəcalətli etmədin. Halbuki deyir, övladım qəlpə ilə, arxadan ona bir neçə qəlpə dəyib, onunla şəhid olmuşdur. Baxın, əsl şəhəddin. Allah Taala nə üçün deyir, sözümün əvvəlində, deyir, siz hesab zənn etməyin ki, şəhidlər ölüdür. Onlar diridirlər. Və lakin la təşmür. Amma siz onu dərk etmirsiniz, biz dərk etmirik. O gözəlliyi verən Allah Taala özüdür. O əzəməti verən Allahdır. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Məqamları ucadır, daha da uca etsin. Onların ailələrinə, analarına, atalarına, onların həyat yoldaşlarına, onların balalarına səbir versin.